Amerikanın en büyük siyasetçilerinden biri Lincoln'un çok maraqlı bir sözü var. O deyirdi ki, seçki bülleteni gülleden güclüdür. Həmin Lincoln ki, Amerikada vətəndaş müharibəsi döneminde rəhbərlik edibdi. Həmin Amerikadaki o zamanda Amerikada yaşayan az qala hər bir insanın şəxsi silahı var idi. İndi də Amerika elə bir azad ölkədir ki, orada insanların silah saxlamasına yasak yoxdur. Hər bir insan silahlıdır. Elə bir ölkədə Lincoln dedi ki, seçki bülleteni güllədən güclüdür. Və mən istəyirəm ki, bu prinsip Azərbaycanda hakim olsun. Azərbaycanda 5 milyondan çox seçki var. Bu 5 milyondan çox bülleten deməkdir. Bu 5 milyon bülletenin, 5 milyon seçkinin qarşısında hansı qüvvə dayana bilər? Biz Müsavat Partiyası olarak hakimiyyətin dəyişməsi üçün zoraki yolu qəbul etmirik. Yalnız ve yalnız seçki kondeksində dəyişiklikləri qəbul edirik. Əgər başqa cür düşünən varsa, başqa yola ümidi olan varsa, buyursun. Amma yoxdur axı, mən bilən elə bir qüvvə yoxdur Azərbaycanda, heç bir qüvvə zoraki dəyişikliklər haqqında danışmır, eləmir və yaxşıdır ki, danışmırlardı. Və seçkidən başqa nə yol var? Belki kimlerse düşünür ki beynəlxalq birlik gelip burada Əliyev rejimi değişip kimisi hakimiyete getirecek. Ha bu xam xəyallarla niye yaşayırlar onlar? Beynəlxalq birlik hansı ölkədə xalqın əvəzinə dəyişiklik edibdir? Hansı ölkələrdə dəyişikliklər olubsa da, hətta beynəlxalq birliyin orada iştiraki olubsa da, o zaman olur ki, xalq ayaq üstündə olsun, xalq hərəkət eləsin. Və xalqın hərəkətə gətirilməsi üçün seçki döneminden, seçki imkanlarından daha yaxşı imkanlar ne zaman olabilir? Məhz buna göre Müsavat Partiyası bu meselelerde bizimle eyni düşünen qüvvələrlə bir yerde seçkilere katılıbdır. Məhz buna göre yüzlerle, minlerle müsavatçılar her cür əzab əziyyətə qatlaşırlar. Heç bir maraq güdmədən, partiyanın faktik olarak heç bir maddi resursu olmadan, bir manat imkanı olmadan İnsanlar imza toplayıplar, senedleri hazırlayıplar, plakatlar hazırlayıplar, görüşler geçirmişik, tedbirler geçirmişik. Hamısı seçki değerlerini qüvvədə saxlamaq üçün, Azərbaycanda demokratik dəyişiklik imkanlarını qüvvədə saxlamaq üçün. Və biz bunu davam etdirəcəyik.